sual, əgər bir müsəlman o biri müsəlmanla əlaqəni kəsir, şəriətdə icazəli olmayan səbəbdən. Adətən çox vaxt bu nəfsi şeydir, dünyəvi yönəltilir olur. Amma bu bir tərəfli olur. Yəni o prosu gətirir, kəsə münasibəti öz fikrinə görə. O biri tərəf isə oyuna münasibəti kəsmək istəmir, bu adam artıq nə oyuna salam verir, nə əlaqə saxlayır. Yəni bu o biri müsəlman hansı ki istəmirdi bunu. Bəli. Neynəməli? Yəni bu əlaqə saxlamır oyuna, çünki bilir ki, yaxınlaşsa o üz döndərəcək, salam versə eləməyəcək, o da salam vermir, o da əlaqə saxlamır. Bu əlaqəni kəsmək qadağası və günahı, onların hər ikisinə düşür. Yox, hər ikisinə düşmür. Hər ikisinə düşmür, çünki əməllər niyyətlərə görədir. Hətta o da əməllər niyyətlərə görədir. Yəni insan əgər qardaşından əlaqəni kəsməyə niyyət etməyibsə, o əlaqəni kəsən hökmündə deyil. Hətta, məsələn, fərz edək ki, bir insan bu niyyət etməyib ki, qohumluq əlaqələrini kəssin və bir qardaşı ilə əlaqəni kəssin. Və elə alınıb ki, məsələn, 1 il, 2 il bunu əlaqə saxlaya bilməyib təbii prosesdə. Bu qohumluq əlaqələrini kəsən və o dostla əlaqəni kəsən hökmündə deyil. Niyə? Çünki buna niyyət eləməyib. Ona görə əməllər niyyətlərə görə. Və o kəs ki, əslində o sualda yəni ixtilaf yoxdur. O sualda ixtilaf yoxdur. Yəni o sualda onun cavabında hamı ittifaq edib ki, qardaşlıq əlaqəsini və qohumluq əlaqələrini kəsməyə niyyət etməyən günah qazanmır. Və lakin nədə ixtilaf ediblər alimlər? Birdən niyyət etsə əlaqəni kəsməyə, və lakin kəsməsə, niyyətinə görə günah qazanır ya yox. Bunda ixtilaf ediblər. Yəni məsələ odur ki, hətta birdən niyyət etsə qohumluq əlaqələrini kəsməyə, amma hələm kəsməyib. Ehtimal var ki, və bunu deyən alimlər var ki, bu niyyətinə görə günah qazanır. Hətta kəsməsə belə. Ona görə əməldə əsl olan nədir? Niyyət. Və dəstəmazda da bunu belə ixtilaf ediblər alimlər. Məsələn, mən dəstəmazdayam. Dəstəmazım pozulmuyor. İndi içimdən keçirirəm ki, yəni niyyət edirəm ki, mən tezdən gedib dəstəmaz alasam. Sanki dəstəmazı pozulubmuş kimi. Yəni niyyətim elə bir ki, dəstəmazımı pozdum. Alimlər bunda ixtilaf ediblər ki, niyyətinlə dəstəmazı pozmaq həqiqətən dəstəmazı pozur ya yox. Bəzi alimlər deyib pozur. Subhanallah. Çünki əməllər niyyətlərə görədir. Sənin niyyətin pozulubsa, dəstəmazın da pozulub. Fikir versən. Amma sənin niyyətin yerindədirsə, yəni bayaqları, onda ixtilaf yoxdur ki, qardaşlıq əlaqələrini və ya qohumluq əlaqələrini kəsməyə niyyət etməyən insan, əksinə, ona bir-iki dəfə təşviq edib, can atıb, lakin qarşı tərəf əl vermirsə, yəni günah bir tərəflidir. Amma onlar ikisi də, məsələn, tutalım, medisinin həyətində bir yerdə olurlar, biri təbii ki, üz döndərir, salam da vermir, bir köprüsü yoxdur. O birisi gəlib onu yaxınlaşıb salam verə bilər. Amma onu da eləmir. Hər bir halda əlaqəni kəsən bir tərəflidir. Aydındır. Çünki bu əlaqəni kəsməyib. Əlaqəni kim ki kəsib, günah sahibi olur. Burada bir dənə söhbət üçün başqa sual vermişsən. Dedik ki, əgər niyyət edibsə, niyyətinə görə günah qazana bilər. Bəyən biz ancaq dediyimiz və etdiyimizə görə günah qazanmır. Yəni niyyətə görə bəyəm günah var. Niyyət edib, amma əməl olmuyor. Yox, mən demədim. Dedim ki, bəzi alimlər deyiblər ki, əgər insan əzm etsə ki, mən bu insanla qohumluq əlaqələrini kəsməyə niyyət edib ki, artıq qohumluq əlaqələrini kəsəcək. Hələm kəsməyib, amma niyyəti var kəsəcək. Artıq niyyət, çünki niyyəti varsa bu onu edəcək. Əgər niyyəti olsa, etməsə, heç. Yəni, əgər niyyəti olsa ki, mən qohumluq əlaqələrini kəsmək istəyirəm. Amma kəsməsə, dönsə, günah qazanmır. Yox, əgər niyyət etdiyi kimi bir neçə həftədən sonra əməli olaraq qohumluq əlaqələrini kəssə, həmin günah niyyət etdiyi vaxtdan yazılır. Aydın oldu necə? Yox, niyyət etsə və lakin əməl etməsə, niyyətinə görə günah qazanır. Bu da bəzi alimlər rəyidir. Qardaş sual verirsə, o mən dedim istəyirəm. Bu qohumdur, məsəl üçün, belə ehtimal var ki, bu cadugardır da. Yəni, sənin evə gəlib, ya nəsə sürtəcək, ya nəsə də belə əməl edəcək də. Yəni, belə zahirən bilinir də, düzü.
o adamı evə buraxmamaq olar. Olar. Yəni o şər adamdır da, bir üzdə Olar. gülür, şey eləyir, Olar, səni olar. sevən kimi Necə ki göstərir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bir dəfə biri Allah Rasulunun yanına girəndə o təbii ki evə içəri girməmiş, Ayşə anamızın rivayətində gəlir. Allah Rasulu onu həmin adamı pisləyir. Yəni deyir ki, bu nə pis adamdır. Bu nə pis adamdır. Və lakin